Baxırıq bu suallarda bizdən soruşur mənfi və müsbət işi, yəni hansı mənfi iş görür, hansı müsbət iş görür. Biz işin mənfi ya müsbət olduğunu bilmək üçün ilk öncə hərəkətin istiqamətini öyrənməliyik ki, ona uyğun bilək ki, iş mənfidir yoxsa müsbət. Hərəkətin istiqaməti necə öyrənirik? Qüvvə əvəzləyicisi nəhayət hansı istiqamətdə olur? Baxıram ki, burada var 2F, burada var F və əks tərəfləri olduğu üçün, bax bu böyük olandan kiçik olanı çıxıram, böyük olan istiqamətində 2F-dən F-i çıxdım, F qaldı. Baxırıq indi burada 1F var, burada da 1F var, arada da 90 dərəcə varsa. Əvəzləyicinin istiqaməti hansı tərəf olacaq? Baxın, tən ortadan çıxırdı və F-ə bərabər olurdu. Bu bizim əvəzləyicimizin istiqamətidir. Yəni cisim o istiqamətdə hərəkət edəcək ilk onda. İndi cisim o istiqamətdə hərəkət edirsə, hansı qüvvələrin işi mənfi, hansılarının işi müsbət olar, ona baxırıq. Baxıram ki, F1 ilə bax bu hərəkət istiqamətindəki aradakı bucaq 90-dan kiçikdir. Deməli, F1 müsbət iş görər. F2 ilə də aradakı dərəcə 90-dan kiçik olduğu üçün F2 də müsbət iş görər. Ancaq F3 ilə bax bu hərəkətin arasındakı istiqamət var. Baxın, bu 90-dan böyük olduğu üçün deyərik ki, F3 mənfi iş görər.